Hər vaxtınız xeyir, Dost televiziyasının efirində qayğı proqramını izləyirsiniz. Biz ənənəvi olaraq həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində olan agentliklər və qurumların fəaliyyəti ilə bağlı burada həm məlumatlar təqdim edirik, həm vətəndaşlarımızı əhatə edən sosial dəstək proqramları barəsində və ümumiyyətlə həssas kateqoriyadan vətəndaşlarımızı əhatə edən xidmətlər barəsində məlumatlar veririk. Bugünün müzakirə mövzusu görmə qabiliyyəti məhdud şəxslərin sosial reabilitasiyası və bərpası prosesi ilə bağlı olacaq və sırf bu mövzuda müzakirə aparacağımız qonağımız həssas əhali qruplarına olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinin görmə qabiliyyəti məhdud şəxslərin sosial reabilitasiya və bərpası şöbəsinin müdiri Vüsalə xanımdır. Xoş gəlmisiniz. Çox sağ olun Murad müəllim. İşləriniz necədir? Şükür, yaxşı. Təşəkkür edirəm sizə bizi dəvət etdiyiniz üçün. Çox sağ olun. Dost TV-yə və sizin əməkdaşlara uğurlar arzulayıram. Təşəkkür edirəm. Ümumilikdə təmsil etdiyiniz müəssisənin fəaliyyəti sırf həssas kateqoriyadan vətəndaşlarımıza xidmətə yönəlib və sözügedən müəssisədə bir neçə fərqli istiqamətdə fəaliyyət göstərən şöbə var. Onlar həm müəssisədə sığınacaq funksiyasını yerinə yetirirlər, həm də müəssisənin əsas funksiyası olan sosial reabilitasiya prosesini həyata keçirirlər. Amma müəssisənin digər bir şöbəsi digərlərindən daha spesifikdir, daha fərqlidir. Bu məhz təmsil etdiyiniz görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsidir. Mən istəyirəm ki, bu şöbənin fəaliyyətinə danışaq. Bura qəbul necə aparılır, bura hansı xidmətləri həyata keçirir, vətəndaşımız burada nə qədər müddətdə qala bilirmi? Yəni burada proses yarım stasionardır, stasionardır. İstəyirəm ki, bu prosesdən ətraflı danışaq və kimin də sualı varsa qeyd edə bilər, suallarınızı verə bilərsiniz. Bizim sosial şəbəkə hesablarımıza həm suallarınızı, mövzu təkliflərinizi, tənqidi məsələ varsa onu, iradınız varsa onu qeyd edə bilərsiniz və biz bütün informasiya açığıq və bugün həm Vüsalə xanımla, həm də digər növbəti proqramlarda biz bu məsələləri işıqlandırmağa, müzakirə etməyə hazırıq. Deyək, bu şöbənin əsas fəaliyyəti, istiqamətləri nələrdir? Qeyd edim ki, həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi 2017-ci ildən fəaliyyətə başlayıb. Şöbənin əsas fəaliyyət istiqaməti soruşdunuz, nədən ibarətdir? Deməli, Nizamnamənin 22-ci bəndinə əsasən bizdə sosial-psixoloji, sosial-pedaqoji, tibbi sosial və sosial məişət xidmətləri göstərilir. Sırf görmə qabiliyyəti məhdud olan şəxslər üçün konkret olaraq onların Braille əlifbasına yiyələnməsi mi? Bəli, Braille əlifbasına yiyələnməsi, psixoloji dəstəyin verilməsi, onların ikinci şəxsin köməyinə ehtiyacı olmadan fəza orientasiyası, səsli proqramlardan istifadə ilə kompüter biliyinin öyrədilməsi, bundan başqa nitq mədəniyyəti və davranışı xüsusiyyətləri öyrədilir ki, onlar cəmiyyətdə rahat şəkildə özlərini ifadə edə bilsinlər. Belə deyək də, biz ümumi olaraq görmə qabiliyyəti məhdud şəxslər formasına qeyd elədik və sözügedən istiqamətlər də siz qeyd elədiniz. Amma burada indi maraqlı nüans odur ki, bura hansı yaşdan vətəndaşlar müraciət edə bilərlər? Bura müraciət ildə neçə dəfə olur, ya ümumiyyətlə neçə dəfə mümkündür vətəndaş tərəfindən? Yəni, onlardan biraz danışaq. Məsələn, neçə yaşda olan vətəndaşlar bura qəbul oluna bilirlər? Deməli, müəssisəyə qəbul 5-29 yaşlı görmə məhdudiyyəti şəxslər, hansı ki, bunlar tibbi sosial ekspertiza tərəfindən əlilliyi təyin olunmuş şəxslərdir. Deməli, əlilliyi təyin olunan, görmə qabiliyyəti olan və görmə qabiliyyəti məhdud olan, məhdudluğuna bağlı əlilliyi təyin olunan 5-29 yaşlı. Burada dərəcənin fərqi varmı? Heç bir fərqi yoxdur. Əlillik dərəcəsi olan hər bir şəxs müəssisəyə qəbul olunur. Hansı ki, nizamnaməyə uyğun olaraq psixi xəstəlikləri, yoluxucu xəstəlikləri və daimi epileptik tutması olan şəxslər müəssisəyə qəbul olunmur. Yaxşı, burada bir nüans var. Deyək ki, məsələn, 5-29 dediniz də, indi deyək ki, 18 yaşına deyək, uşaq yaşlarda əgər vətəndaşı siz qəbul edirsinizsə, yəqin ki, valideyni ilə birlikdə o gəlir müəssisəyə eləmi? Yoxsa necə olur proses? Bizdə proses necə olur? Yəni 5-29 yaşlı olduqlarına görə şəxsin özü və yaxud valideyni
həmin şəxsin deməli qəyyumu müraciət edə bilər. Hansı ki, Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya dost mərkəzə. Müraciət əsasında ilkin olaraq qiymətləndirmə aparılır və şəxs müəssisəyə qəbul olunur. Bizdə stasionar və yarım stasionar şəkildə şöbəyə qəbul var. O şəxsin istəyindən asılıdır. Yəni təbii ki, bizim müəssisə Bakı şəhərində yerləşdiyinə görə rayondan gələn əksər görmə məhdudiyyətli şəxslər stasionar şəkildə qəbul olunur. Bunlar qalırlar, bəli, yaşayırlar və həmin müddətdə tam təminatla həmin müddətdə bəli, tam olaraq hər bir şeylə təmin olunur. Belə ki, gündə 3 dəfə isti xörəklə, 2 dəfə qəlyanaltı ilə onların yaşam tərzi üçün lazım olan hər bir şərait, yəni sığınacaqda onlara yaradılıb. Nə qədər müddətdə qalırlar müəssisədə? Müəssisədə 3-6 ay ərzində qalma imkanları var. 90 gündən 180 günə qədər. Bunu necə müəyyən olur? Yəni bunu sizin mütəxəssislər mi müəyyən edir ki, o artıq istədikləri səviyyəyə gəlib çatıb, ya necə olur? İlkin olaraq bizdə fərdi inkişaf planı hazırlanır. Hansı ki, bu fərdi inkişaf planına uyğun olaraq sosial işçi tərəfindən qiymətləndirilmə aparılır. Onun üçün fərdi inkişaf planı hazırlanır. Hansı şəxslər var ki, 3 ay müddəti, yəni bütün sosial xidmətlərdən yararlanmış olur, tam cəmiyyətə inteqrasiya olunma qabiliyyətinə malik olur. Həmin şəxslər 3 ay müddətində, yəni müddəti bitmiş hesab olunur. Əgər ehtiyac olarsa, 3 aydan 6 aya qədər vaxtı uzatma imkanımız var. Başa düşdüm. Deyək ki, əgər Bakı şəhərində yaşayırsa, hansısa vətəndaş müraciət edib və siz onu qəbul eləmisiniz, o, belə deyək ki, qalmayaraq gündəlik müəyyən saatlar ərzində gəlib gedə bilir, eləmi? Bəli, yarım stasionar şəkildə gəlir, yəni sosial xidmətlərdən yararlanır, gündə bir dəfə isti yemək və 2 dəfə qəlyanaltı onlara da şamil olunur. Sadəcə olaraq onlar gedib öz evlərində qalırlar, yəni orada qalmamaq şərti ilə. Ancaq sosial xidmətdən yəni yararlanırlar. O bayaq bir nüansı vurğuladı. Siz fərdi inkişaf planı dediniz, tərtib olunur. Fərdi inkişaf planının tərtib olunması prosesi, burada hansı nüanslar diqqətə alınır? Bu necə müəyyənləşdirirsiniz? Biraz istəyirəm bu barədə məlumat verəsiniz. Deməli, ilkin olaraq şöbəyə gələn benefisiarlar sosial işçi tərəfindən qiymətləndirilmə aparılır. Belə ki, ona xüsusi olaraq hansı deməli xidmətlər göstəriləcək, ilkin olaraq inkişaf planına qeyd olunur. Sonra aylıq həmin deməli şəxsin hansı sosial xidmətdən istifadə etdiyi, hansı dərəcədə, yəni irəliləyişlərin olması bizim keyslərdə qeyd olunur. Davamlı olaraq hər ay plan və hesabat yazılır. Belə ki, bunlar ilkin olaraq təkcə deməli sosial işçi tərəfindən deyil, sosial deməli psixoloq tərəfindən, sosial pedaqoq tərəfindən və həkim müayinəsindən keçmiş olurlar. Yəni ilkin o qiymətləndirilmə aparılır və kompleks qiymətləndirilmə bəli aparılır və ondan sonra sosial xidmət göstərilməyə başlanılır. Burada istəyirəm ki, məsələn bir bayaq proqramın əvvəlində qısa olaraq vurğuladınız, o ətraf mühiti belə deyək qavrama və s. o digər bacarıqlara yiyələnməsi istiqamətində dediniz ki, işlər həyata keçirilir. Bəli. Bax istəyirəm o prosesdən danışasınız biraz. İlkin olaraq deyim ki, bizə gələn deməli görmə məhdudluğu olan şəxslər sərbəst şəkildə gəzə bilmirlər. İkinci şəxsin köməyinə ehtiyacı olur. Bizə gəldikdə ilk olaraq fəza orientasiyası deyilən bir proqram var ki, deməli bu ucu deyircəkli əsadan istifadə qaydası öyrənilir. Belə ki, əsanın köməyi ilə onlar özləri heç kəsə mane olmadan şəhərdə və yaxud da ki, qaldığı mühitdə rahat şəkildə gəzmə imkanı yaranır. Fəza orientasiyası dedikdə, yəni kənar mühitin səsinə uyğun olaraq, yəni bunlar hərəkət etmə qabiliyyətinə malik olurlar. Belə ki, bunlar fəza orientasiyasını öyrəndikdən sonra tam şəkildə şəhərdə özlərini idarə edə bilirlər. Yəni onların gündəlik olaraq hərəkətinə kömək olacaq bütün o prosesi siz onlara izah edirsiniz və praktik olaraq öyrədirsiniz. Öyrədilir, bəli. Bundan əlavə bizdə hansı ki, görmə məhdudiyyətli şəxslər üçün Braille əlifbası öyrədilir ki, bu da onların gələcəkdə təhsil almaları üçün müsbət rol oynayır. Bunu çox maraqlıdır. Nə qədər müddətə öyrənirlər? Deyək ki, adətən əlifbanı öyrənmək nə qədər vaxt tələb edir bir şəxs üçün? Ortalama təxminən? Bir şəxs üçün açığı deyək ki, bəzən 180 gün ərzində bu tam olaraq yəni yazıb oxuma qabiliyyətinə malik olur. Ancaq sonra davamlı olaraq ehtiyac olduğu təqdirdə, hansı ki bunlar öz təhsilini davam etdirmək istəyir, onda təkrar müraciətlə yəni uzada bilirik.
Başa düşdüm. Ehtiyac olduğu təqdirdə ehtiyac siz buna da olduğu baxa təqdirdə, bilirsiniz. bəli, bir neçə tutaq ki, 180 gün tamam olur. Yenidən şəxsi biz evə çıxarış veririk. Bir neçə aydan sonra yenidən qəbul edərək həmin deməli proqramın sonunu davam etdirmə imkanımız var. Burada əsas məqsəd odur ki, müəssisənin imkanlarından daha çox vətəndaş yararlana bilsin. Siz o, belə deyək də, yeni şəxslərə də həmin o xidməti göstərmək üçün il ərzində müəyyən müddət çərçivəsində bu prosesi həyata keçirirsiniz. Başa düşdüm. Onlar müəssisəyə qəbul olunduqdan sonra, deyək ki, məsələn, uşaq yaşlarında olanlar xüsusilə də, onların adaptasiya prosesi necə olur? Çünki, baxmayın, mən deyək ki, məsələn, ailədə kimsə öz övladını uşaq yaşlarından harasa göndərmək istəmir, birdən nəsə bir olimpiyada olur və s. olur, valideyn nigaran qalır. Hətta indi məsələnin üstünə bir də görmə məhdudiyyətini nəzərə alanda bu biraz daha həssas məqamlı düşünürəm. Murad, mən bunu çox düzgün vurğuladınız. Belə ki, bizdə, cəmiyyətimizdə belə bir şey var ki, biz uşağı özümüzdən kənarda qoya bilmərik. Təbii. Ona görə ən çox bizdə aşağı yaş qrupundan olan kateqoriyada valideyn yarım stasionar olaraq gətirir və gün ərzində özü də orada uşağın yanında olur və aparır. Bu da valideynlə iş əsas bəli, əsas valideynlə məsələdir. Bəli, təbii ki, valideynlə iş əsas məsələdir. Belə ki, biz İlkin olaraq, yəni bu məsuliyyətin demək olar ki, 90% valideynin üzərinə düşür. Çünki görmə məhdudiyyəti olan şəxs üçün artıq düşünürlər ki, bunun görməsi yoxdursa, yəni cəmiyyətdən təcrid edilmiş formada saxlayırlar. Bizim əsas məqsədimiz müəssisənin adında olduğu kimi sosial reabilitasiyanı həyata keçirməkdir. Bəli. Yəni onun cəmiyyətə qaynayıb qarışması, onun həmyaşıdları ilə ünsiyyət qurması və s. eləmi? Təbii ki, bizim əsas məqsədimiz demək bu şəxslərin cəmiyyətə təkcə sosial reabilitasiya deyil, həm də abilitasiya olmasını tərənnüm etməkdir. Hansı ki, inklusiv cəmiyyət üçün yeni addımlar atmaqdan ibarətdir ki, yəni bunu cəmiyyətdən təcrid etməyək. Aydın, əslində mən belə düşünürəm ki, görmə məhdudiyyəti olmayan şəxslərin də bax belə məhdudiyyəti, hər hansı bir fiziki məhdudiyyətlə üzləşən vətəndaşlarımızın o bildikləri, öyrəndikləri həmin prosesləri öyrənmələri çox vacibdir. Çünki onları anlamaları, onları belə deyək, cəmiyyətin həyatın bütün imkanlarından bərabər şəkildə faydalanmaları üçün başqalarının da onlara diqqəti, başqalarının da onların belə deyək, anlaması çox vacibdir deyə düşünürəm. Burada siz valideynləri qeyd elədiniz, analarını, atalarını qeyd elədiniz. Məncə ətrafları da, onların sinif yoldaşları da, onların qonşuları da, yəni cəmiyyət, insanlar bir-birinə diqqət göstərdiyi zaman cəmiyyətə çevrilir də. Bu artıq məncə çox vacib məsələdir. Təbii ki. Ona görə sizin bu veriliş vasitəsilə mən düşünürəm ki, cəmiyyətə bir mesaj olacaq ki, hansı ki, görmə məhdudiyyəti olan şəxslərin, yəni cəmiyyətdən təcrid etmək yox, əksinə onun, deməli, əksinə olaraq bunları cəmiyyətə qatmaq üçün, deməli, addımlar atmalıdırlar. İlk növbədə, yəni bu uşaqların hansı ki, deməli, pedaqoji dəstək almağa ehtiyacı var, sonra tibbi dəstək almağa ehtiyacı var. Belə ki, bəzi benefisiarlar var ki, bizə müraciət edərkən baxırıq ki, hansı ki 6 yaşına qədər tam görməyi olan şəxsdir ki, bizə müraciət edərkən artıq bu görməyini tamamilə itirir. Mən belə düşünürəm ki, görmə qabiliyyəti məhdud şəxslərin özləri ilə yanaşı, o yaxın ailə üzvləri ilə yanaşı, onların olduqları mühitdə olan şəxslər, yəni sinif yoldaşlarıdır, iş yoldaşlarıdır, ətraf qohum-qonşudur. Bunların da həmin o prosesləri öyrənmələri vacib olar. Çünki cəmiyyətdə hamı bir-birini başa düşdüyü zaman cəmiyyətə çevrilir də, insanlar yalnız bu vaxt, bu formada cəmiyyəti formalaşdıra bilirlər. Bir də vacib bir nüans var. Bu müəssisənin xidmətlərindən istifadə etdikdən sonra həyatının digər mərhələlərində hansı uğurları qazanırlar, belə bir müsbət nailiyyətlər, кейslər, istəyirəm bunlardan da danışasınız. Onu çox düzgün vurğuladınız. Əslində, sosial xidmətə cəlb olunduqdan sonra bizim benefisiarlar arasında çox müsbət keyslərimiz var. Belə ki, indiyə qədər 24 nəfər benefisiarımız deməli kolleclərə, universitetlərə və xüsusi tipli məktəblərə yönləndirilmişdir. Hətta onların deməli universiteti bitirdikdən sonra işlə təmin olunmasına belə köməklik göstərilmişdir ki, hal-hazırda onlar işləyirlər. Bundan əlavə bu və ya digər səbəbdən hansı ki attestat
deməli almayan benefisiarlarımız var ki, onlara köməklik göstərilərək eksternat imtahanlara cəlb olunmuş və attestatla təmin olunmuşdular. Yəni onlara hər tərəfli dəstək olmağa çalışırsınız. Onların nəinki gündəlik belə deyək də hər hansı bacarıqlara yiyələnməsi, eyni zamanda digər məsələlərdə də dəstəyini əsirgəmirsiniz. Bəli. Mən əslində cəmiyyətə onu çatdırmaq istəyirdim ki, yəni əlillik maneə deyil. Əlillik fərqlilikdir. Bunu dərk etsək, sizin dediyiniz kimi cəmiyyət əsl cəmiyyətə çevrilər. Yəni bunların tək valideynin üzərinə düşməklə deyil, ətraf mühit də onları olduğu kimi qəbul etməlidir. Buna görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu benefisiarlara öz potensiallarını üzə çıxarmaq və həmin potensiala inandırmaq. Yəni insan özü-özünü qəbul edirsə, cəmiyyət onu olduğu kimi qəbul edəcək. Aydındır. Burada xüsusilə də dediyiniz məqam ki, ətrafın onları qəbul etməsi, ətrafın onların o əngəl, heç nəyin insana əngəl olmadığını anlaması çox vacibdir. Bunun üçün də şəxs birinci özü anlamalıdır. Bizim əsas mövqeyimiz də ondan ibarətdir ki, həmin şəxsi cəmiyyətə olduğu kimi qəbul etdirmək. Yəni insan özünü qəbul edirsə, o qapalı mühitdən çıxartmaq, qapalı mühitdən çıxartmaq. Bəli, təbii ki, cəmiyyət onu olduğu kimi qəbul edəcək. İlk öncə onun üzərinə düşür. Yəni şəxsin üzərinə düşür. Bir məsələni də öyrənmək istəyirəm. Təxminən nə qədər müddətdən sonra onları o qapalıqdan çıxara bilirsiniz? Adətən nə qədər vaxt tələb olunur? 1 həftə, 3 həftə, 1 ay, nə qədər müddət tələb olunur ki, özünüz o fərqi hiss edirsiniz onda? Açığı lazımdır ki, bizdə yaş məhdudiyyəti 5-29 olsa da, gələn deməli benefisiarlarımızın əksəriyyəti 18-20 yaşdan sonra gəlir. Belə ki, valideyn onu deməli məhdudiyyəti olduğu üçün cəmiyyətə buraxmağa qorxur. Yəni o müddətdə, yəni onlar özlərinə daha çox qapanmış formada olur. Müəssisəyə gələndən sonra fərdi yanaşma lazımdır. Çünki bizim psixoloqlar var ki, benefisiarımız 3 ay müddətində onu tam olaraq həmin mühitdən çıxarmağı bacarır. Ancaq benefisiarlarımız da var ki, bu biraz uzun müddət sürə bilir. Aha, başa düşdüm. Bu tam fərdi bir məsələdir. Bəli, o tam fərdi məsələdir. Ancaq yəni onu qeyd edim ki, bunlar tam olaraq, yəni həmin mühitdən çıxır. Deməli, sosial reabilitasiyadan sonra cəmiyyətə tam olaraq yəni inteqrasiya olunur. Bəs ümumiyyətlə onların o aktiv həyat tərzinə belə deyək, cəlbi üçün əlavə hansı tədbirlər keçirilir? Çünki mən bildiyim qədərilə ümumiyyətlə sosial xidmət müəssisələrində nəinki müəssisə daxili, müəssisədən kənar bir sıra fəaliyyətlərə belə deyək, qatılırlar, bir sıra istiqamətlərdə həmin o benefisiarları tədbirlərə cəlb eləyirlər və s. Mən bildiyimə qədər sizin müəssisədə də bu proses həyata keçirilir. Təbii ki, sosial reabilitasiya müəssisəsi olaraq bizim öz müəssisə daxili və müəssisə xarici deməli tədbirlər olur. Bunların hər biri həmin tədbirlərdə iştirak edir. Hətta onu qeyd eləyə bilərəm ki, yəni özlərində o potensialı bilməyən benefisiarlarımız var ki, xüsusi deməli istedada malikdir. Həmin istedad bizim sosial müəssisəyə gəldikdən sonra aşkarlanıb və üzə çıxıb. Belə ki, hansının tutaq ki, musiqi istedadı var, bəzilərinin deməli şəkil çəkmə istedadı var. Onlar üzə çıxır və həmin yönümdə işlər aparılır və davam etdirilir. Biz bir neçə ay əvvəl səhv eləmirəmsə, artıq vaxt keçir, sürətlə keçir. Bir mediatur çərçivəsində müəssisədə idik. Mənim yadımdadır ki, orada bir piano ifaçısı var idi. Bəli. Və çox da sürətli formada deyir, öyrənmişdi deyəsən, özünü də getdikcə də inkişaf etdirirdi. Bəli. Akşin benefisiarımız var idi ki, o 29 yaşı var idi, heç bir musiqi təhsili yox idi. Hansı ki, o bizim müəssisəyə, şöbəyə gəldikdən sonra həmin deməli potensial üzə çıxdı və öz üzərində çalışaraq, yəni mükəmməl şəkildə həmin deməli piano ifasını davam mənimsədi bəli. Bundan əlavə Akşin üçün hansı ki, deməli attestatı yox idi, müəyyən səbəblərdən onu eksternat imtahanına hazırlaşdırdıq və o bu il attestat üçün imtahan verdi və attestat alıb indi öz təhsilini davam etdirəcək. Deməli əslində bu nüansları qeyd etməyimizin bir səbəbi var. Ola bilər ki, hər hansı bir evdə valideyn öz övladı ilə bağlı məhdudiyyəti nəsə səbəb olaraq görür və onu qapalı olaraq böyüdür. Bax, biz istəyirik ki, bu qapalılığı aradan qaldıraq. Biz istəyirik ki, onların cəmiyyətə qazandırılmasına nail olaq. Özlərini qazanmasına nail olaq. Bax, bu müzakirənin də məqsədi məhz budur. Düzdür, biz bugün bir müəssisənin daxilində olan prosesdən danışırıq, amma elə
bir müəssisə daxilində olan prosesdən başlayır hər şey. Bir Akşini vurğuladınız. Akşin kimi onlarla sizdə benefisiar var, mən bilirəm. Doğrudur. Akşin kimi onlarla benefisiarımız var ki, hal-hazırda İncəsənət Universitetinin tələbəsidir. Yəni ki, həmin tələbələr ilkin olaraq sosial reabilitasiya müəssisəsi, yəni bizim müəssisəyə gəldikdən sonra həmin potensial üzə çıxıb ki, hal-hazırda gitara üzrə oxuyan benefisiarlarımız var, Bakı Dövlət Universitetində oxuyan benefisiarlarımız var. Bunlar uğurdur da, uğur. Təbii ki, bu müəssisənin, şöbənin uğurudur. Daha çox uğurlar arzulayıram müəssisəyə və yeri gəlmişkən əlavə suallarınız olarsa, biz mütəmadi olaraq həm sözügedən həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi, həm Sosial Xidmətlər Agentliyinin və Nazirliyin tabeliyində digər agentliklərin müəssisələri barəsində burada mütəmadi söhbətlər aparırıq, məlumatlandırırıq. Təbii ki, nə qədər çox məlumatlandırma aparsaq, o qədər çox vətəndaşımıza dəstək ola bilərik, onları bu prosesə cəlb eləyə bilərik və bunlar yekun nəticədə bərabər uğur qazanmağımıza gətirib çıxaracaq. Çox sağ olun gəldiyinizə görə. Minnətdaram. Məlumat üçün minnətdaram. Ola bilsin ki, kiminsə məlumatı yox idi. Düşünürəm ki, buradan çox faydalı informasiya əldə elədi. Bir daha vurğulayım. Bugün bizim qonağımız, Qayğı proqramının qonağı Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarına olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinin şöbə müdürü Vüsalə Abdullayeva idi. Növbəti proqramlarda biz digər mövzular müzakirə edəcəyik. Təkliflərinizi yaza bilərsiniz və biz növbəti qayğı verilişlərində görüşərik.